Salam, bugün yəni 10 may tarixində Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil olunmuş sınaqdan tarix suallarının izahına baxacağıq. Qeyd edeyim ki, hazırda izahını verəcəyim tarix sualları 3-cü blok suallarıdır. Bir də yazılı şəkildədir, biraz təmiz deyil cavab kağızları, kitabçalar. Çünki uşaqlar imtahandan çıxırlar, məlum məsələdik üzərində qeydlər aparırlar. Bunu da Telegramdan tapdım. Biraz daha səliqəsi budur. Elə bunun üzərindən izahları verəcəm. İlk sualımızdan baxaq. Eramızdan əvvəl 3-cü əsrdə Pun müharibəsinin başlamasının səbəbi Pun müharibəsi eramızdan əvvəl 264-146-cı illərdə Roma ilə Karfagen arasında Aralıq dənizinin qərb sahillərini tutmaq uğrunda başlanan bir müharibə idi. C variantı olacaqdı. Mərzban və satrap vəzifələri üçün ümumi cəhəti müəyyən edin. Mərzban vəzifəsi Sasanilər dövründə vilayətləri idarə edən şəxslər idi. Satrap vəzifəsi də eyni zamanda Əhəməni dövründə, daha sonralarsa Makedoniyanın hakimiyyəti altında Azərbaycan torpaqlarını, Midiya ərazilərini idarə edən vəzifə idi. İdarə edən şəxsə verilən bir vəzifə idi. Bu iki vəzifə üçün ümumi cəhəti istəyir bizdən. İnzibati vahidləri idarə edən məmurlar, bəli. Hadisə nəticə əlaqələrini müəyyən edin. Məhəmməd Cahan Pəhləvanın hakimiyyətə gəlməsi, paytaxtın Həmədandan köçürülməsi. Xeyr, Məhəmməd Cahan Pəhləvan hakimiyyətə gələndə paytaxtı Naxçıvandan Həmədana köçürülür. Yanlışdır. Naxçıvan yaxınlığında gürcülərlə döyüşün baş verməsi, Atabəylər qalib gəldi. Bəli, Şəmsəddin Eldəniz qalib gəlmişdi gürcülərə, bu düzdür. Gürcü çarı 1-ci Demetrinin Gəncəyə hücum etməsi, Gəncənin qala qapıları qənimət kimi aparılır. 1139-cu ildən söhbət gedir. Gəncə zəlzələsindən istifadə edib hücum etmişdir. Doğrudur. Monqolların Eldənizlər dövlətinə hücum etməsi, Eldənizlər dövləti süqut etdi. Eldənizlər Monqolların yox, xaricim şahların hücumu ilə süqut uğrayıb. 2-3C variantı olmalıdır. Şimali Azərbaycan tarixi ilə bağlı 20-ci əsrin əvvəllərinə aid məntiqi ardıcılığı tamamlayın. 1905-7-ci illər inqilabının baş verməsi, çarizmin milli zülmünə qarşı azadlıq mübarizəsinin güclənməsi, milli demokratik hərəkatın yeni mərhələyə daxil olması, yəni ikinci mərhələyə daxil olmasından söhbət gedir. İlk ümumi tətil 1903-cü ildədir. İkinci mərhələni bilməsəz belə, burada özü sizə 1905-7-ci illəri qeyd edib, yəni siz ondan sonra baş verən hadisəni axtarmalısınız. Əyalət əncümanlarının yaranması, bu Cənubi Azərbaycandan aid bir anlayış, burada şimalini istəyir. Qafqaz zanişliyinin ləğv edilərək bütün hakimiyyətin qubernatora verilməsi, əksinə 1905-ci ildə Qafqaz zanişliliyi yenidən bərpa edilmişdi. Muxtariyyət tələbinin irəli sürülməsi, bu ilə milli demokratik hərəkatın birinci mərhələsindən də əsas fərq edir ki, ikincidə artıq biz muxtariyyət istəyirdik. İlk milli ictimai siyasi təşkilatın yaradılması söhbət 1903-cü ildə Rəsulzadə tərəfindən yaradılan müsəlman gənclikdən gedir. Yəni cavabımız D variantıdır. Eyler-Venn diaqramına əsasən uyğun bəndləri müəyyən edin. Biraz azaldım. Aha. Deməli, İmam Mustafayev və Laxındov Heydər Əliyev. Baxaq bir dəqiqə. Deməli, deyir ki, milli dəyərlərə diqqətin artırılması. Bunu biz 4-ə götürərik. Hər üçündə var idi milli dəyərlərə diqqət. Bir dəqiqə 4-ə olmayanları çıxaq ki, sonra mən səhv etməyim. Çünki bir tərəf buradadır, yaxşı görə bilmirəm. Bakının Azərbaycanın tərkibindən çıxarılması planının pozulması. Ən yaxşısı belə qeyd edeyim də. 1 İmam Mustafayev, 2 Vəlaxındovdur. Aha, bir dəqiqə buradan qeyd edeyim. 1 İmam Mustafayev, 2 Vəli Axundov, 3 də Heydər Əliyev, qarışdırmayayım. Aha, 4-də oxşar cəhət. 4-də A-nı tapdıq. Bakının Azərbaycanın tərkibindən çıxarılması planının pozulması İmam Mustafayevin hakimiyyət dövrünə aiddir. İkinci Dünya müharibəsi illərində respublikaya rəhbərlik etməsi. Heç bir ikinci Dünya müharibəsi dövründə Qarbaçov rəhbərlik edib. Ən azından C variantlarında çıxırıq. İcbari 10 illik təhsilə keçirilməsi ilə İcbari 10 illik təhsilə keçirilməsi. İcbari 10 illik təhsilə deməli 66-cı ildə keçirilibdir. Bu da Vəlaxundovun hakimiyyəti, yəni idarə etdiyi dövrə düşür. 2000 hektardan çox ərazinin ermənilərə verilməsi haqqında təsdiq olunmuş qərarın icrasına yol verilməməsi Heydər Əliyevə. Deməli, 1-ə B, 2-yə D, 3-ə E, 4-ə A bəndi düzgün olur. Xəritədə ulduzla verilən şəhərin cədvəldəki şəhərlərlə ümumi cəhətini istəyir bizdən. Hansı ərazidir? Yəqin ki, Bərdənin ərazisidir. Baxın bir də diqqətlə, üst hissə bu hissə olsaydı Gəncə olardı, aşağı hissədə Bərdənin ərazisindən gedir söhbət. Deməli, Qəbildən Bərdənin oxşar cəhəti. Ərəb canişinliyinin mərkəzi olması. Bəli, hər ikisi Ərəb canişinliyi mərkəzi olubdur. 705-ə qədər Dəbil, 705-dən isə Bərdə olubdur. A variantı oxşardır.
10-cu əsrdə Səlcuqlar tərəfindən tutulması. Ümumiyyətlə Səlcuqların Qafqaza hücumu 11-ci əsrdə B variantı ola bilməz. 12-ci əsrdə paytaxt şəhər olması. Bərdə cəmi bir dəfə paytaxt şəhər olub, o da Albaniyanın paytaxtı. Biri A bəndi. Dərbəndlə əmirlik mərkəzi olması. Aha, götürə bilərik. Bərdə Şirvanşahlar dövləti yaranmamışdan əvvəl yarım müstəqil Bərdə əmirliyi var idi, onun mərkəzi idi. Dərbənd də Dərbənd əmirliyinin mərkəzi idi. 2-yə A. Liman şəhəri hesab olunması. Bərdə liman şəhəri ola bilməz. Dərbənd liman şəhəri idi, dəniz kənarı idi. Ərəb-Xəzər müharibələrinə qədər Cənubi Azərbaycanın mərkəzi olması heç bir. Ümumiyyətlə bunlar şimaldadır. Ərəb-Xəzər müharibələrinə qədər Cənubi Azərbaycanın mərkəzi Ərdəbil şəhəri idi, Təbrizlə. Monqolların birinci yürüşü zamanı tutulması. Monqolların birinci yürüşünə Təbriz tutulmayıb, xərac verib xilas olub. 10-cu əsrdə Slavyanlar tərəfindən tutulması. 10-cu əsrdə Slavyanlar tərəfindən tutulanda Bərdə idi, Təbrizdə idi. Müəyyən müddət Şirvanşahların hakimiyyəti altında olması. Bəli, bunu götürərik. Onsuz Bərdə Şirvanşahların ərazisini əhatə edirdi. Təbrizdəki 1405-ci ildə 2 aylıq İbrahim tərəfindən birləşdirilmişdi. Yəni bütün Azərbaycan şimallı, cənublu birləşdirilmişdi. 3-ə də olacaq C variantı. Tarixi proseslərin məntiqi ardıcıllığını tamamlayın. Konstantinoplun fəth edilməsi, deməli, 2-ci Mehmet tərəfindən 1453-cü ildə fəth edir. Avropalı tacirlərin, səyyahların yeni yollar axtarmağa başlaması. Deməli, Konstantinopol 2-ci Mehmet fəth edir. Bunun nəticəsində Osmanlı əsas ticarət yollarını ələ keçirir və məcbur olur ki, Avropalı tacirlər yeni ticarət yolları axtarsınlar. Bu da böyük coğrafi kəşflərin baş verməsinə səbəb olur. İndi baxaq, dediyimizə uyğun hansı var? Avropalıların kağız barıtla tanış olması səliq yürüşlərdə olmaz. Bəli, B variantı. Osmanlıların Kiçik Asiya və Suriyadan keçən ənənəvi ticarət yollarının nəzarət altına alması, Cənubi İtaliya şəhərlərin Aralıq dənizindəki ticarəti öz əllərinə alması. Bu da yenə səliq yürüşlərinə aiddir. Venesiya, Güeniya üstünlüyü ələ keçirir. Böyük coğrafi kəşflərin başlaması bayaqda qeyd etdiyim kimi. Deməli, 1-ə B olacaq, 2-ə də D olacaqdır. E variantı müstəmləkə işğallarına son qoyulması. Belə bir anlayış yoxdur. Müstəmləkə işğallarına başlanılması böyük coğrafi kəşflərindəndir. Xilafət Azərbaycana mövqeyini möhkəmləndirmək üçün keçirmə siyasətindən fəal istifadə edirdi. Xilafət qoşunları Azərbaycanı tutduqdan sonra Küfə, Bəsrə və Suriyadan ərəb tayfalarını ölkəmizə köçürürdü. Xilafətin mətnində bəhs olunan siyasəti. Azərbaycanda feodal münasibətlərin yaranmasına səbəb oldu. Ərəblərin gəlişi 7-ci əsrdir. Bizdə feodal münasibətlər 3-cü əsrdə olmaz. Xilafətə qarşı narazılıqlara səbəb oldu. Hə, bu olar. Xilafətə qarşı bizdə bir neçə üsyan da olmuşdu. Deyək ki, ilk üsyanlar 644-45-də idi. Daha sonra Müsafirin, Xürrəmlər üsyanları. Azərbaycanda dini pərakəndəliyə yol açdı? Yox. Əksinə, hətta ərəblər gələndən sonra əhalinin çox hissəsi, hamısı olmasa da İslam dinini qəbul edir. Uğursuzluqla nəticələnərək ərəb ailələrinin geri qayıtmasına səbəb oldu. Xeyr, yaşayırlar. Yerli halin böyük hissəsinin ərəbləşməsilə nəticələndi? Yox. Yəni, yerli halin ərəblərdə qaynayıb qarışma var, amma ərəbləşmə yoxdur. Hətta onlar nisbətən bizim ərazimizdə köçdüyü üçün biraz onlar Azərbaycanlaşır desək daha doğru olar. Eramızdan əvvəl 8-ci əsrin ikinci yarısı Roma və Manna dövlətlərinin idarəçi sistemi üçün ümumi cəhət, yəni 8-ci əsrin ikinci yarısı eramızdan əvvəl olduğu üçün 750-dən 700-cü ilə qədər ölkənin canişinlər tərəfindən idarə olunması. Mannaya aiddir, Romaya aid deyil. Məhdud hökmdar hakimiyyətinin mövcud olması, demişik, qədim dövlətlərin heç birində hökmdarın hakimiyyəti məhdud deyildi, qeyri-məhdud idi. Senatın fəaliyyət göstərməsi Romaya aid bir anlayışdır. Ağsaqqallar Şurasının fəaliyyət göstərməsi, bu hər ikisində var idi. Elə Senat özü Ağsaqqallar Şurasından ibarət idi. Sadəcə olaraq Mannada Senat deyil, daha Ağsaqqallar Şurası idi. E variantı da feodal sözü keçir, eramızdan əvvəl feodalizm nə gəzirdi? 40-cı sualda. Şimali Azərbaycanda 19-cu əsrin 30-cu illərində baş vermiş üsyanların xronoloji ardıcıllığı söhbət hardan gedəcək? Birinci Carbalakən üsyanından gedəcək 1830-cu il. Daha sonra 3-ü götürəcəyik 1831-ci il Lənkəran üsyanıdır. Daha sonra götürəcəyik 2-ni 1837-ci ildə başlayan Quba üsyanı. 1-3-2. SSRİ-də Brejnevin rəhbərliyi dövrünün xarakterik xüsusiyyətlərini müəyyən edir. Xam torpaqlardan istifadəyə başlanması, xam torpaq desə, bu Xruşova aid olacaqdır. Məsələn, xam mal ixracının güclənməsi desə, ixrac etməsinin güclənməsi desə, bu ola bilər Brejneva. Amma xam torpaqlar deyirsə, bu olmaz Brejneva, bu Xruşovdur. Ordunun və təhlükəsizlik orqanlarının rolunun artırılması, bəli, bu düzdür. İlk dəfə 5 illik planlaşdırmanın həyata keçirilməsi, bu sənayeləşdirmədən sonradır. Həmin dövrlərdə də, yəni gəlir bu nə vaxta düşür? 20-ci illərin sonuna da 26-da sənayeləşdirmə oldu. Brejnevin rəhbərliyi dövrünə düşmür.
Stalin şəxsiyyətinə pərəstişin kəskin tənqid edilməsi. Bunu tənqid edən Xruşov idi. Brejnev əksinə gəlir, onu yığışdırır. Xamla ixrac etmə siyasətinin güclənməsi bəli, bu olacaq. 2 ilə 5 olacaqdır. Azərbaycan Xalq Cümhuriyyətinin mədəni quruculuq sahəsinə gördüyü tədbirlər. Hər dəfə deyirəm, birinci baxın cavablara görün. Mədəni quruculuğa aid nə yoxdur, nəsə yoxdursa onu çıxın. Baxaq görək, sağ olsunlar, bu dəfə elə bir şey eləməyiblər, amma D variantına baxın, parlament dövlət quruculuğuna aiddir. Ona görə bunun ən azından çıxdıq. İlk radiostansiya 1926-cı ildə Azərbaycan hissəriyə düşür. Dövlət teatrının təşkil olunması 1918-ci ildədir. Elə AXC-yə düşür. Nəriman Nərimanovun Nadir Şah pyesini də orada səhnələşdirirlər. Latin qrafikalı əlifbanın tətbiq edilməsi qətiyyən əlifba islahatı yarımçıq qalır. Savadsızlıqla mübarizə üzrə xüsusi komitənin yaradılması bu da Azərbaycan hissəriyə aiddir, bu dövrə aid deyil. Qəzvinin Səfəvi dövlətinin paytaxtı olduğu dövrə uyğun gəlir. Yəni 1555-ci ildən 1598-ci ilə qədər. Əfqanların İsfahanı ələ keçirməsi, xeyr. Əfqanlar 1722-də ələ keçiribdi. Bu gəlir İsfahanın paytaxtı olduğu dövrə. Şah 1-ci Abbasın Təbrizi Osmanlılardan geri alması 1603-dür, yenə düşmür. Şəki hakimliyinin müstəqilliğinə son qoyması 1551-ci ildir. Təbrizin paytaxtı olduğu dövrə düşür. Niyazabad yaxınlığında döyüşdə Səfəvilərin qələbə qazanması 1583-cü ildir, gəlir bu düşür. Edə-Buğurt qalası yaxınlığında döyüşdə Osmanlıların məğlub edilməsi Süleymanın 4-cü yürüşü 1554-cü ildir, düşmür. 44-cü suala baxaq. Azərbaycan Respublikasında Heydər Əliyevin hakimiyyət dövründə həyata keçirilmiş sosial-iqtisadi tədbirlərə aid uyğunluq birinci mərhələ və ikinci mərhələ, yəni bir növ birinci prezidentliklə uyğunlaşdırın 93-98-ə qədər. Yəni 97-də bitirdi, 98-dən artıq 98-in ikinci yarısından Heydər Əliyevin ikinci prezidentliyi dövrüdür. 2003-cü ilə qədər. Kürsu kəmərinin işə salınması. Baxın, burada Azərbaycan Respublikasını deyir. Heç prezidentlik verməyib. Baxın, Respublika deyirsə, biz bilməliyik ki, Heydər Əliyevin prezidentliyindən söhbət gedir. Kürsu kəməri Heydər Əliyevə aiddir, amma Azərbaycan SSR rəhbərliyinə aid olmaz. 1971-ci il. Bakı-Tbilisi-Ceyhan boru kəməri haqqında sazişin imzalanması 1999-cu ildir. Gəlib düşmür birinci mərhələyə. Biz 98-ə yekunlaşdırmalıyıq. Torpaq islahatı haqqında qanunun qəbul edilməsi, bəli, 96-cı ildir. Düşür. Sosial-iqtisadi islahatların ikinci mərhələsi. Dünya iqtisadiyyatı inteqrasiyanın genişləndirilməsi. Deyək ki, bunu bilmirsiniz, digərlərini çıxaraq tapa bilərsiniz. Əslində olur, dünya iqtisadiyyatının inteqrasiyanın genişləndirilməsi var. Azərbaycan Dövlət Neft Fondunun təsis edilməsi 1999-da təsis olunub. Bu da gəlir, düşür. Bütün çadır şəhərciklərinin ləğv edilməsi 2007-ci il İlham Əliyevin birinci prezidentlik dövrüdür. Deməli, 1-ə oldu C-miz, 2-ə də A-mız, B-miz, yəni E variantı. Teymurilər dövlətinin Ağqoyunlu dövləti ilə oxşar, Qaraqoyunludan fərqli xüsusiyyəti. Deməli, Teymuri Ağqoyunlu'nun oxşar olmalıdır, Qaraqoyunluya aid olmalı deyil. İdarəetməni tənzimləmək üçün qanunlar toplusunun tərtib edilməsi olar. Teymurun özünün qanunlar toplusu var idi. Ağqoyunluda da qanunnamə var idi Həsən Padşah tərəfindən. Bu olar. Qaraqoyunda belə bir şey yox idi. Qızıl Ordu dövlətinin hücumlarına məruz qalması. Teymuri Qızıl Ordu ilə müharibə aparıb, Ağqoyunlu ilə Qaraqoyunlu yoxdur. Hətta Ağqoyunlu Qızıl Ordu ilə diplomatik əlaqələri var idi. 2 olmaz. 16-cı əsrdə süquta uğraması. Teymuri 1507-ci ildə süquta uğrayıbdır. Ağqoyunlu'nun da birinci qolu 1501-də, ikinci qolu da 1503-də olar. Rəqiblərinə qarşı müharibədə Şirvanşahlarla müttəfiq olması bu oxşar cəhət olacaq. Çünki Qaraqoyunlu'da Samur döyüşündə Şirvanşahlarla müttəfiq olub, Osmanlı ordusunun məğlub edilməsi. Teymur Ankara döyüşündə, Ağqoyunlu da Malatya döyüşündə. Nə olacaqdı? Cavabımız 1, 3, 5. Klassik feodalizm dövründə yaranmış dövlətlər, yəni söhbət gedir 11-15-ci əsrlərdə. Rusiya imperiyası, baxın, imperiya deyir. Rusiyanın imperiya olması üçün 1721-ci Niştat sülhü imzalanmalıdır, düşmür. Fransa krallığı 843-cü ildə Verden müqaviləsindən sonra erkən feodalizma düşür. Mülakilər yazılır elə burada da 1258-ci il düşür. Böyük Moğol imperiyası 1526-cı il gəlir, düşür son feodalizma. Dehli Sultanlığı 1206-cı ildə klassik feodalizma düşür. 3 və 4 olacaq. Cavabımız 3 oldu, eləmi? Baxın. Biri 3, biri də, yox, 3 və 5. Düzmü baxdım, klassik feodalizm. 3, 5, aha, bəli, E variantı. Qubalı Fətəli xanın köçürmə siyasətinə aid olan amillər. 18-ci əsrin 40-cı illərində cənub xanlıqlarının əhalini köçürülməsi. Qubalı Fətəli xan özü 1758-ci ildə hakimiyyətə gəlibdir. Yəni 40-cı illərdə hakimiyyətə deyildi. Biri oradan çıxmalı. Dövlətin sərhədini möhkəmləndirmək üçün Muğanlar Şahsevən tayfasının bir hissəsinin xanlığa köçürülməsi. Bəli, var. Muğanlar Şahsevən tayfasını götürür.
İki elə yəqin ki, A variantı olacaq. Qoyun digərlərinə də baxaq. Dövlətin sərhədlərinin möhkəmləndirilmək üçün Rus kazaklarının Dərbənd və ətraf ərazilərə köçürülməsi. Niyə Rusu köçürsün ki? Onun bəli üç istiqamətdə köçürmək siyasəti var, amma orada Rus kazaklarının köçürülməsi yox. Məsələn, cənub ərazilərindən var. Muğandan, Ərdəbildən, Gilandan köçürülmə var, amma Rus kazakları ilə bağlı yoxdur. Şirvanda özünə dayaq yaratmaq üçün Dərbənd əhalisinin bir hissəsini köçürtmüşdü. Bəli, bu da var idi. Xorasan vilayətinin əhalinin bir hissəsinin sərhəd rayonları, Xorasan vilayətindən əhalinin bir hissəsinin sərhəd rayonlarına köçürülməsi. Yox, belə bir şey yoxdur. 2-dən 4 olacaq. Osmanlı Sultanı 3-cü Səlimin daimi fəaliyyətə başlayan səfirliklər açdığı ölkələri xəritədə göstərin. İngiltərə olmalıdır. İngiltərə, yəni paytaxtı London 5. Olmalıdır Fransa, yəni Paris şəhəri 1. Bir də olmalıdır Avstriya, Viyana şəhəri. O bu ərazilərə düşməlidir, amma verilməyibdir. 1-lə 5. 1-5 bizim üçün kafidir. Yəni bəs eləyir. 17-ci əsrin ikinci yarısında Səfəvi dövlətinin idarə etməsi üçün xarakterikdir. İntibati cəhətdən 3 bəylərbəyliyə bölünürdü. Bu yalnız Səfəvi dövlətində 16-cı əsrin birinci yarısında var idi. Orada deməli Təbriz bəylərbəyi, Şirvan idi 1538-dən. Bir də Qarabağ bəylərbəyliyi. Artıq 17-ci əsrdə yox. 3 bəylərbəylik deyildi. Mahalları bəylərbəyliklərə bölünməsi əksidir. Bəylərbəyliklər mahallara bölünmüşdü. Vəzirlərin yalnız bəylərbəyinə hesabat verməsi, vəzirlər bəylərbəyinin tabeliyində fəaliyyət göstərsə də hesabatını yalnız mərkəzi divana verirdi. İlk dəfə tayfa başçılığında irslilik prinsipinin ləğv olunması Şah 1-ci Abbas hakimiyyətə gələndən sonra eləyir. 16-cı əsrin sonlarından eləyir. Kiçik inzibati vahidlərin sultan tərəfindən idarə edilməsi, bəli, orada sultan, xan, kiçik, yəni rütbələr vardı. Sultan rütbəsi, xan rütbəsi. Daha sonra, məsələn, bizə verilsə ki, mahalların qolbəylər tərəfindən idarə edilməsi götürə bilərik, amma naiblər tərəfindən yox. Çünki 16-cı əsrdə naiblər tərəfindən idarə. 1918-19-cu illərdə hadisə və nəticə əlaqələrini müəyyən edin. AXC Gürcüstan hərbi müdafiə sazişinin imzalanması 1919-cu ilin iyununda Denikinə qarşı mübarizə üçün idi. Ağ qvardiyaçılara qarşı, yəni. Nəticə olaraq yazıq Çar Rusiyasına qarşı birgə hərbi əməliyyat həyata keçirilməsi yox. Dediyim kimi, Denikin Ağ qvardiyaçılara qarşı. Qarabağ General Qubernatorluğunun yaradılması 19-cu ilin fevral ayında yaradılıb. Qarabağın erməni əhalisi AXC hökuməti ilə saziş imzaladı. Bəli, 19-cu ilin noyabrında Tiflis sazişi var, 2 düzdür. Mudros barışığının imzalanması Türkiyə Cumhuriyyətinin qoşunları Bakı şəhərini tərk etdi. Mudros Osmanlı imzalayıb, Türkiyə imzalamayıb, olmaz. General Thompsonun rəhbərliyi ingilislərin Azərbaycana daxil olması, Bakıda İngilis General Qubernatorluğunun yaradılması. Bəli, var idi belə bir şey. Uşaqlar çox qarışıq salır ki, İngilis General Qubernatorluğu var idi mi? Bəli, 1918-ci ildə Thompson Azərbaycana daxil olanda yaratmışdı. Azərbaycan Xalq Cumhuriyyətinin yaranması, ermənilərin Azərbaycana qarşı ərazi iddialarına son qoyulması. Bu gözü doymayanların heç vaxt bizə qarşı iddialarına son qoyulmur. Ömrü boyu var. Yəni bu anlayış ümumiyyətlə yanlış bir anlayışdır. 2-4. Birinci Dünya müharibəsi illərində Qafqazda baş vermiş əməliyyatlar üçün xarakterikdir. Söhbət gedir 1914-cü ilin iyul ayından, ayları bilməyimiz lazımdır AXC-yə görə. Çünki AXC-yə suallar düşəndə bilməliyik ki, hansı 1-ci Dünya müharibəsi dövrünə aid edilir. 1918-in noyabrına qədərdir 1-ci Dünya müharibəsi. Alman qoşunların Osmanlı tərəfindən məğlub edilməsi. Bilirsiniz, burada söhbət nədən gedir? 1918-ci ilin iyununda Borçalı döyüşləri var. Alman gürcülərlə Osmanlı Azərbaycan qoşunları arasında olur və Almanlar məğlub edilir. Bir düzdür. Sarıqamış döyüşündə Sovet Rusiyası qoşunlarının qalib gəlməsi. 1914-15-dir. Rusiya qalib gəlir, Sovet yox, Çar Rusiyası yanlışdır. İngilis qoşunlarının Bakıya daxil olması var. Özdə 1918-də 2 dəfə daxil olublar. Bir dəfə Dinsterblin, bir dəfə də Thompsonun rəhbərliyi ilə, bu doğrudur. AXC-nin Ağ qvardiyaçılara qarşı müharibə aparması, bayaq qeyd etdik, 1919-cu ilin iyununda Gürcüstanla hərbi müdafiə haqqında bir müqavilə imzalanır ondan sonra, yəni 19-cu ilə aiddir. Burada cavab B variantıdır. Feodal çəkişmələrin davam etməsi, müharibələr, mərkəzi hakimiyyətin getdikcə zəifləməsi ölkənin iqtisadi inkişafına ağır təsir göstərdi. Onun müdafiə qabiliyyəti azaldı. Belə bir şəraitdə Monqolların Azərbaycana ilk yürüş nəticəsində daha da zəifləyən bu dövlət Xarəzmşahların Təbrizi tutması ilə süqut etdi. Mətndə süqutundan bəhs olunan dövlətin Şirvanşahlar dövləti ilə oxşar cəhəti. Mətndə Eldənizlərdən danışır və Eldənizlərlə Şirvanşahların oxşar cəhətini istəyir. Yadelli hücumların nəticəsində süquta uğramışdı. Bunu
Eldənizlərə götürə bilərik. Amma biz bunu Şirvanşahlara götürə bilmərik. Çünki Şirvanşahları süquta uğradan bizim özümüzünkü idi. Məsələn, biz siz Ağqoyunlu, Qaraqoyunlu da götürə bilmərik yad elli hücumu ilə. Onlar Ağqoyunun Səfəvi süquta uğradıb, Şirvanşahları Səfəvi süquta uğradıb, özümüzünkü süquta uğradıb. Kənardan gələn yox, biri çıxdıq. Türk mənşəli sülalə tərəfindən yaradılmışdır. Şirvanşahları yaradan Məziyyədlər sülaləsi ərəb mənşəli idi, olmaz. Gürcülərə qarşı mübarizə. Bəli, var idi. İraq Səlcuq sultanları ilə mübarizə. Eldənizlərdə məsələn Həmədan döyüşündə var idi. 1190-cı il Qızıl Arslan 3-cü Toğrulu məğlubiyyət uğratmışdı. Şirvanşahlarda da 1123-cü ildə Sultan Mahmud hücum eləmişdi Şirvanşahların üzərinə. 3 və 4 A bəndi. Verilmiş rayonların ümumi cəhəti, rayonları biraz yaxınlaşdıraq, baxaq. Deməli, Cəbrayıl və Füzuli. 1993-cü ildə erməni işğalına məruz qalmışdı. Bəli, hər ikisi 93-də məruz qalıb. Aprel döyüşlərində ərazisində hərbi əməliyyatlar aparılıbdır. Məsələn, Cocuq Mərcanlı deyirik, Cəbrayılın ərazisidir. Normal olaraq orada hərbi əməliyyat aparılması üçün mütləq şəkildə Füzulinin ərazisində də hərbi əməliyyat aparılmalı idi. 1-2 aiddir. Baxaq, digər aid olan varmı? Birinci Qarabağ müharibəsi nəticəsində tamamilə işğal altında qalmışdı. Füzulinin, məsələn, Horadiz qəsəbəsi bizdə idi. Cocuq Mərcanlı özü də bizdə idi, yeri gəlmişkən. 94-cü il Horadiz əməliyyatı ilə azad olub. Sadəcə təhlükəsizliyinin təmin olunması 2016-cı il aprel döyüşləridir. Vətən müharibəsi ərəfəsində rayon mərkəzləri işğal altındaydı. Baxın, dedim, Füzulinin hamısı yox, amma rayon mərkəzi, Füzulinin özü, Cəbrayılın özü işğal altındaydı. 4 ayətdir. 2020-ci ilin 10 noyabr bəyanatına əsasən əməliyyatlar aparılmadan Azərbaycana təhdid verilib. Xeyr, orada əməliyyat aparılmadan verilən Laçın idi, Kəlbəcər idi, Ağdam idi. Deməli, oldu cavabımız 1, 2, bir də isə 1, 2 və 3. Bizans İmperiyasının 6-cı əsr tarixi üçün səciyyəvi olan amillər. Burada daha çox 6-cı əsrdə biz Justinianı öyrənirik. Yəqin ki, Justinianla bağlıdır. Ərəb xilafətlə mübarizədə bir sıra ərazilərin itirilməsi. Ərəb xilafəti 630-da yaranıb. 7-ci əsr olsa götürərdik. Ərəb xilafəti yaranmamışdı 6-cı əsrdə. Sasani dövlətlə müharibənin aparılması, bəli, hətta 532-ci ildə Justinian Sasani ilə sülh imzalayıb. 2 düzdür. Xristian təbələrinin ali məhkəmə orqanlarına müraciət etmək hüququnun olması. Justinian məzəlləsi var idi, orada nəzərdə tutulmuşdu. Balkan yarımadasına Vandal və Ostkot krallığının tutulması. Bunların heç biri Balkan yarımadasında deyildi. Xalqların böyük köçü zamanı Vandallar gedib Afrikada məskunlaşmışdı. Ostkotlar da, deməli bizim Ostkotlarımız var idi. Ostkotları İtaliya ərazisində məskən salmışdı, ona görə olmaz. Cavab 2-3. İbtidai icma quruluşuna aid xronoloji ardıcılığı istəyir bizdən. Tacirlər qrupunun yaranması Son Tunc. Ana xaqanlığın ata xaqanlığı ilə əvəz olması Erkən Tunc. Əhalinin oturaq həyata keçməsi Neolit. İstehsal təsərrüfatının əsasının qoyulması Mezolit. Cavab olur 4, 3, yazan düz yazmışdı, 2, 1. 19-cu əsrin birinci yarısından fərqli olaraq 19-cu əsrin ikinci yarısında Cənubi Azərbaycan tarixi üçün xarakterikdir. Yəni 1850-lər də 1850-dən 1900-cü ilə qədər. Bizdən ikinci yarısını istəyir. Vəqf torpaqları var idi, həmişə orada mövcud olub, bu olmaz. Şah tərəfindən dövlət torpaqlarının satılması haqqında fərmanın verilməsi, xalisə torpaqları yaratmaz olduğu üçün satılırdı, idarə etməsi yaratmaz olduğu üçün. 2. İlk əncümanların fəaliyyətə başlaması. Biz bunu bu haqda anlayışı məşrutiyyəyə götürürük, yəni 20-ci əsrin əvvəllərinə aid, bu olmaz. Milli hökumətin yaradılması. Milli hökumətdə ilk orada Xiyabani tərəfindən yaradılıb, 1920-də olmaz. İlk anti-imperialist çıxışın baş verməsi bu deməli 1891-ci ildə Talbotla müqavilədən sonra başlayır. Yəni 2 və 5 olacaqdır. Uyğunluğu müəyyən edin. Ağsuvar xan, Qutluq Bilgə Qədir xan, Sultan Mahmud Qəznəli. Sasani ordusunu məğlub edib. Ağsuvar xan məğlub eləmişdi Firuzu. Balasaqun şəhəri paytaxtı olmuşdu. Balasaqun Qaraxaninin ilk paytaxtı idi. Qaraxani də Qutluq Bilgə Qədir yaratdığı üçün B variantı olacaq. Dəndənəkən döyüşündə iştirak etməsi. Dəndənəkəndə iştirak etməsi Sultan Məsudun dövrüdür, Mahmudun dövrü deyil. Qaraxani dövlətinin hökmdarı olması, bu da Qutluq Bilgəyə aiddir.
Oğuz Səlcuq tayfalarının Xorasana yerləşməsinə icazə verməsi də Sultan Mahmudun dövrüdür. Yəni 1-ə A, 2-yə B-dir, 3-ə də E bəndi. Gəldik mənbəyə. Rusiya ilə müharibədə məğlubiyyət 18-ci əsrin sonlarında imperiyada siyasi və iqtisadi böhranı daha da dərinləşdirmişdi. Ölkəni böhrandan çıxarmaq üçün Sultan 3-cü Səlim hələ taxta çıxan kimi islahat layihəsi hazırlamağı tapşırmışdı. İslahat tərəfdarları imperiyanın müharibədə məğlubiyyətinin əsas səbəbini ordunun qeyri-mütəşəkkilliyində görürdü. Sultan 1792-93-cü illərdə əməli olaraq islahatlara başladı. Sultanın fərmanlarına əsasən hərbi vəzifəsini yerinə yetirməyən len sahiblərindən timar və ziyamətlər geri alınmalı, Avropa nümunəsində hərbi korpus yaradılmalı, islahatların həyata keçirilməsini vəsaitlə təmin etmək üçün xüsusi kassa təsis edilməli və bəzi vergilərin toplanması həmin kassanın ixtiyarına verilməli idi. Lakin yeni korpus çox ləng inkişaf edirdi. Mənbədə bəhs olunan Sultanın dövründə Osmanlının nəzarətində olan Misrə hücum edən dövləti müəyyən edin. Bu, Napoleonun dövrünə düşür. Amma imperator dövrünə düşmür. Əvvəlki dövrünə. Hətta Osmanlıda da paşa Əhməd Paşa idi. Napoleon Əhməd Paşaya məğlub olur. Orada deyir ki, Tanrı məni bir qocanın əlində oyuncağa çevirdi. Yəni, söhbət gedir dövləti istəyir bizlər. Dövlət Fransa, bəsdir. Bəhs olunan hərbi islahatların uğursuz olmasının mənbədə verilməyən səbəblərindən ikisini yazın. Deməli, niyə uğursuz olur Səlimin islahatları? Axı, o bəzi yeniçərilərlə bağlı qərarlar vermişdi, onları ləğv etməyə çalışırdı. O yeniçərilərin ləğv edilməsi ilə bağlı qərarlarını, bununla bağlı da ona qarşı üsyanlar baş vermişdi. Heç birində qətiyyət göstərmir. Yəni, istər yeniçərilərin ləğv edilməsi ilə bağlı, istərsə üsyanların yatırılması ilə bağlı qətiyyətsizlik. Bəhs olunan dövrdə Rusiya ilə apardığı müharibənin sonunda imzalanmış müqavilənin Osmanlı dövləti üçün mənbədə verilməyən iki nəticəsini yazın. Söhbət Yassı müqaviləsindən gedir. Yassı müqaviləsi 1791-ci ildə imzalanmışdı. Osmanlı Krımı Rusiyanın ərazisi kimi tanımışdı. Rusiya Qara dənizin şimalında möhkəmlənmişdi. Cənubi Buqdan Dnestr çayına qədər olan ərazilər verilmişdi Rusiyanın himayəsinə. Bu qədər. Sınağın içərisində bəzi bir 3 sual var ki, düşündürücü sualdır. Digər suallar yazıla biləcək suallardır. O qədər də çətin sınaq hesab edilməz.